Deməli müəllimlər 46-cı sualdan başlayaraq davam edirik zərf mövzusunda. Zərfin test toplusundan birinci mövzusudur bu. Kəmiyyət zərfi olanı istəyir. Baxın, hərəkətin miqdarı. Zaman və tərz hərəkət zərfi olan cümləni istəyir. Həm zaman, həm də tərz olmalıdır. Gəlin baxaq onda. Deməli, dünən nə zaman? Zamandır, səbirsizliklə necə? Tərzdir. Zaman və tərz istəyir yenə bizdən. Gəlin baxaq. Deməli, gecə nə zaman? Zamandır. Qəfildən nə tərzdə? Tərzdir. Məsələn, A-bənində madam feili bağlamadır. Ondan sonra araq feili bağlamadır. Yəni, bunları götürmüsünüzsə görə feili bağlamadır. Sonra, zaman, tərz və yer var. Həm zaman olsun, həm tərz olsun, həm dünən zamandır. Cəsarətlə nə tərzdə? Tərzdir. İrəli yer. B bəndi. 50-ci suala yenə tərz, zaman və yer. Baxaq. Qabaqda yan-yana tərzdir. Hərdən bir nə zaman? Zamandır. Qabaqda yer zərfidir. İrəli, geri, qabaq bunlar. 2 dənə sadə zərf var. 2 sadə zərf. Gəlin baxaq. Dünən başlayan yağış səhər kəsmirdi. İkisi də sadə zərfdir. Niyə onlar olmaz? O birlər niyə olmur? Bəs yaxşı. Çünki burada bir dənə dərhal var. Başqası yoxdur. Burada da bir dənə heç yoxdur. Gecə yarısı da mürəkkəbdir. Səhərə yaxın da mürəkkəbdir. Gecə yarısı mürəkkəb, səhərə yaxın mürəkkəb. Uzaq sadədir. Ayrısı yoxdur, sadə zərf. İçəri sadədir. Hərdən düzəltmədir. Ona görə D bəndi. 2 sadə zaman zərfi var. İkisi də sadə zaman zərfi olsun. Axşam nə zaman, indi nə zaman? A bəndi. Yer zərfi feili sifətə aiddir. Yəni, yer zərfindən sonra feili sifət gəlir. An gəlir, mış gəlir, dığı gəlir. Gəlin baxaq onda. İçəri daxil olan, baxın, daxil olan feili sifətdir. İçəri yer zərfidir. Dan harda zərf düzəldən deyil. Dan nə zaman zərfdir ki? Gəlin görək, dan nə zaman zərfdir ki? Dan necə sualına cavab verəndə, bir də nə zaman sualına cavab verəndə. Nə vaxt necə sualına cavab verəndə zərfdir. Qalan halda yox. Çoxdan, nə zaman? Astadan, necə? Yenidən, necə? Hərdən, nə zaman? Hamısında zərf düzəlir. Amma şəhərdən, haradan. Dan, dən sualda varsa qrammatik şəkilcidir. Yəni, hal şəkilçidir. Burada çıxışlı qaldır, B bəndi. Dan yenə harda zərf deyil. Deməli, necə, nə zaman sualına cavab verməyəndə. Deməli, nə vaxt? Necə, bir də nə zaman sualına cavab verməyən variant axtarıram. Gəlin baxaq onda. Yenidən necə, dərindən necə, qəfildən necə, ucadan necə. Kənddən, haradan, haradan. Bax, dan sualımda var. Qrammatik şəkilçidir. Çıxışlı qalın şəkilçidir. E bəndi. Sonra tərz və yer olan. Tərz və yer. Gəlin baxaq onda. Hörmətlə nə tərzdə? Tərzdir. İçəri yerdir. D bəndi. Kəmiyyət zərfinin işləndiyi. Baxaq görək hansıdır kəmiyyət zərfi? Nə qədər olmalıdır? Bir qədər düşünmək. C bəndi. Birində zərf yoxdur. Yan-bayan zərfdir. Dalbadal zərfdir. Günbəgün də zərfdir. İlbəil də zərfdir. Amma rəngbərəng demişəm 5 söz sifətdir. Rəngarəng, rəngbərəng, cürbəcür, növbənöv. 59. Deməli, müəllimlər, 59-da bizə deyir ki, da harda zərf düzəltmişdir. Zərf düzəltməmişdir. Demişik, zərf düzəldəndə yenə da ilə dan, zərf düzəldəndə müəllimlər, necə bir də nə zaman sualına cavab verir. İndi deyir, zərf düzəltməmişdir. Deyirsə, bu sualları verə bilmərəm. Gəlin baxaq. Birlikdə necə, deməli, zərf düzəldir. Gündə nə zaman, deməli, zərf düzəldir. Yayda nə zaman, deməli, zərf düzəldir. Təklikdə necə, deməli, zərf düzəldir. Amma kənddə, harada, deməli, burada nədir? Yerlik haldır. Deməli, oldu cavabım A bəndi. Zərf olan, düzəltmə zərf olan cümləni istəyir məndən, hərdən. Sadə, düzəltmə və mürəkkəb zərf istəyir. Gəlin baxaq. Dünən sadədir. Diqqətlə nə tərzdə? Düzəltmədir. Bir mürəkkəbdir. A bəndi. Sonra. Zərf harda yoxdur? Vüqarla dayanır. Nə tərzdə? Gecə ürəyimi alıb sinimdən tutur. Məşəl tək tuturan başımızda. Gecə nə zaman var? Həmişə zaman zərfidir. Hərdən zaman zərfidir. Amma tək ürəyimdə bayramım olsun, bahara çevirilər, payızda, qışda. Buradakı payız, qış. Nə sualına cavab verəndə demişik, isim olur. Yaz, yay, payız, qış. Nə sualına cavab verəndə isim olur. Qəsdən, nədən, Nədən? Yəni qətldən, ölümdən burada çıxışlı qaldır. Qəsd sözün kökü qəsdən.
Deməli 2. Sədaqətlə birlikdə. Bir də 3. Aha, qəhrəmanlıqla döyüşmək. 2, 3, 4. Düzəltmə zərf istəyir. Bəli, bu da oldu düzəltmə zərfimiz. 64. Modal söz olsun. Baxın, açar sözə baxın. Həm zaman olsun, həm tərs, həm də kəmiyyət olsun. Gəlin baxaq. Əlbəttə bu mənim modalım. Dünən bu mənim zamanım. Cəsarətlə bu da mənim tərzim. Xeyli də var. Bu da mənim kəmiyyətim. Elə A bəndi. Müəllimlər yenə modal söz istəyir və zaman, kəmiyyət. Görək bayaqki kimi işimiz rahat edir. A bəndi çıxırmı? A bəndində kəmiyyət gözümə dəymədi. Sanki modal sözümüz var. Dərhal tərzimiz var. Yenə zamanımız var. Üz-üzə nə tərzə tərzimiz var. Kəmiyyət dəymir burada. Aha, heç yer yoxdur. Yer onsuz da yoxdur bizdən. Sonra gəlin görək onda. Xala birazcıq həqiqətən də Allah adamdır. Ona görə hörmət. Aysel indi xeyli... Aha. Bundan görək. Şübhəsiz modal sözümüz var. İndi zamanımız var. Xeyli işləmək kəmiyyətimiz də var. Dürüst nə tərzə tərzimiz də var. Ey bəndi. 66-nı deyirəm müəllimlər. Zərfin quruluşca hər üç növünə aid nümunə. Quruluşca hər üç növünə aid nümunə. Gəlin baxaq onda. Bu ilğamların dünən getdiyi yolu bugün geri dönür. Çoxdan Rus teatrının aktrisa indi çoxdan düzəltmədir. İndi sadədir, birdən-birə mürəkkəbdir. Elə B bəndi. Niyə A bəndini götürə bilmədim? Çünki burada sadəm var. Geri ilə dünən sadədir, bugün də mürəkkəb. Düzəltməm yoxdur. Müxtəlif. Müxtəlif desə deməli bitişik yazılmalıdır. Bitişik yazılan, məsələn, göz ucu, gecə yarısı, axşamüstü belə şeylər olmalıdır. Hə, də gecə yarısı A bəndi. Bizə tərz deyir, bağışlayın. Tərz deyirsə bu zamandır. Düzdür, müxtəlif mənada, amma zamandır. Və həm də tərzliyinə də fikir verməliyik. At üstü, nə tərzdə? Görürsünüz? Deməli, asta da tərzdə, amma eyni sözün təkrarıdır. Amma at üstü müxtəlif mənalı və tərz. Zərfin bütün növünə baxıram. Bütün növü. Gəlin görək onda. Yuxarıdan biraz su yağır, evdəkilər narahat olur. Cəld otaqcan çıxdı. Görüm, bu cəld tərzdir. Sonra zamandır, biraz fikirləşmək, kəmiyyətdir, geridə yerdir. Hərəsində bir şey gözümə dəymədi. Məsələn, bura irəli yerdir tutaq ki, ehtiyatla tərzdir. Bəs o biriləri hardan alım? Əvvəlcə zamandır, sonra zamandır, astıca tərzdir, sağda yerdir. Bəs kəmiyyəti hardan alım? Yavaş-yavaş tərzdir, orada yerdir. Sonra biraz meyvədir, ha, bu əşyaya aid deyə burada say götürülür o. Çünki əşyaya aiddir. Ara bir. Nə zaman? Zamandır, yuxarı yerdir. Yenə biraz su əşya aiddir deyə bu say götürülür. Çox narahat edir. Nə qədər? Bu da kəmiyyətdir. Yenə burada tərzi yoxdur, deməli C bəndi. Bütün məna növü. Gəlin baxaq, görək. Aha, görək bu E-yə biraz oxşayır bir dənə nəzərdən. İndi, zaman. Az, kəmiyyət. Asta, tərs. İçəri, yer. Deməli E.